sahibkarlar, sektörlər bir-biri ilə mücadilə eləyirlər. Daha yaxşını ortaya qoymaqdan ötürü deyil də, yəni kimisə bazardan çıxartmaq nöqtəsində hərəkət edirlər. Bu da istər-istəməz gəliri azaldır. Gəlir azaldığı zaman da sahibkarların sağlam dayanma ehtimali yoxdur. Düşünün ki, keçmişdə inkişaf etməkdə olan ölkələrdə bəlkə digitallıq və rəqəmsəlləşmə çox önəmli deyildi. Çox önəmli deyildi. Şirkətlər sistemləşmə, strukturlaşma çox önəmli deyildi. Çünki risk çox olduğu üçün gələnin çox rahatlıqla qazanca dönüşdə bilirdin. İtkilər sənin çox diqqəti cəlb eləmirdi. Amma indiki bazarda sənin strukturlaşma, sistemləşmə, əvvəlki xərci azaltma məcburiyyətin var. Əgər əvvəlcə mən belə işləyirdim, belə işləməyə davam eləməliyəm məntiqi yanlış məntiqdir.